Bir gün tanış bir adam mənə dedi: "Nə düşmüsən ey gəncəm, gəncəm? Görmüşəm mən o gəncəni, adi bir şəhərdir." Mən isə gülümsəyərək cavab verdim: "Dostum, görməklə gəncəni duymaq olmaz. Gəncəni duymaq üçün illər boyu onun suyundan, damarlarından axan qeyrət bulaqlarından dadmalısın. Gəncənin havasını udmalı, onun dərdinə şərik olmalısın. Azərbaycanda yaşayan hər bir kəs Azərbaycanlı ola bilər, lakin hər kəs Gəncəli ola bilməz."